Salam qızlar, mən indi yulaf hazırlayıram. İstədim sizlərlə bölüşəm, amma onu deyim ki, mən heç sevmirəm. Yəni inanın ki, qəribə mənim üçün bir dad olurdu, amma oğlum, yoldaşım çox sevir deyə hazırlayıram. Ya tezdənlər hazırlayıram, ya axşam hazırlayıram, yatmamışdan öncə yeyirlər, yatırlar. Amma həqiqətən də çox vitaminlidir əslində qalsa. Uşaqlar yesələr daha xeyirlidir. Amma mən heç sevmirəm, nə yalan deyim. Yəni mənim üçün qəribə bir dadı olur. İstədim sizlərlə də bölüşəm, hazırlayam. Baxın. 2 stəkan sütə 1 stəkan yulaf əlavə edib qarışdıracağam dayanmadan ki, yaxşıca bişsin. Bəs siz necə sevirsiniz? Bunun bir neçə hazırlanma üsulu da var. Ən rahatı bu mənə gəldi. Belə hazırlayıram. Və artıq hazırdır. İndi mən bunun altını söndürüm, boşqaba əlavə etdim və sizlərə də göstərəcəm. Və budur, hazırdır Herkulesimiz, amma heç, yəni mənə görə heç iştahatsız bir şey deyil görüntüsü. Yəni həm dadını sevmirəm, həm də görüntüsünü sevmirəm. Bilmirəm, qəribə bir şeydir. İnşallah ki, siz bəyənərsiniz, siz hazırlayarsınız. Amma bizim evdə çox sevilir. Hələlik.